Oturacaq yaxşıdır məncə. Hə, yaxşıdırsa, başlayaq buradan. Mənim yumşaq istifadə etmək lazımdır. Nazı ilə oynamaq lazımdır. Bir dönmə işini sola yandırırsınız. Sola çıxacaq. Əli qırışdırır. Manevrə başlamaq. Dönmə işini düzdə getsən yandırmalısan ki, ola bilər ki, sənin arxandan soldan gələn nəqliyyat vasitəsi sənin qabağına girmək istəyir. Qəza. Qəza baş verir. Nəysə, tormuzdan ayağınızı götürün. Sola baxırsınız, maşın gəlir, siz gözləyirsiniz. Belə tormuz. Yol dardır deyənə gözləmək lazımdır. Məcburi girməyə ehtiyac yoxdur. Getdi. Siz ara yandırmışdınız onu. Sola. Düz eləmişdiniz. Getdi. Qabağınızdakı nəqliyyat vasitəsi nə qədər sizdən aralaşırsa, bir o qədər çalışın ki, ona yaxın olun. Düz sağa yol nişanıdır. Gedin. Nəysə, gecikdim biraz. Sür. Ay, sağa yavaş-yavaş. Stop xətti var qabaqda. Stop xətti svetofor dirəklərinin qarşısında hamısında qoyulur. Yəni onu keçmək qadağandır. Limiti modu işıqlardır, işıqfordur. Orada gəlib dayanmalısan. Əgər o da yoxdursa, pozulubsa, qar örtübsə üstün, sürücü svetoforun dirəyini görəcəyi məsafədən dayanmalıdır. Dirəyini əsas götürməlidir. Olur da görsən qar yağır, bağlanır, belə bir şeylər var. Saniyə ölçənləri var üstündə, görürsən. İndi mən hazırlaşdırıram özümü. Getdin, cəhd tərpən yerini sağa dönürsən, sağda dayanan maşında ara məsafəsini gözləyirsən. Qabaqda indi məktəb var, görsən xanım keçir, piyada keçidi var. Azaldıb sürəti, onun yaxınlığında dayanırsan. Gözləyirəm. Sürəti azaldırıq sadəcə. Bırax, indi qaz, saxla sükanı. Dönəndə o qədər də qaytarsan geri. Vəssalam. İndi zolaq yoxdur burada, ortanı təxmini götürürsən. Əgər maşının qabağında stop xətti itdisə, yəni görsənmədisə artıq, dayanın. Biz düz gedəcəyik. B. Dönmə işığı. Güzgüyə baxmaq. Yoxdur, keçə bilərəm. Getdi. Düşən deyil. Xəyal, bax. Bütün avtomobillərin arxasını görürsən, hamısında stop işığı yanır. Onun da yanmağı sənə nəsə deyir. Ki, sən də arxaçılıq yaranmasın səndə. O bir mesajdır gəlir sənə. Amma bir qanun deyil, sənə nəyəsə qadağan eləyir. Başa düşürsən. Amma sənə bir mesajdır ki, yəni ola bilər ki, o 60 ilə gedir tormuz verirsən, 100 gedirsən trasda. Deməli, o tormuz işini görmüsənsə, sən ondan yüksək sürətdəsən. Sən avtomatik ayağı tormuzu atıb, sürəti azaldıb, ona uyğun hərəkəti seçməlisən. Sola dönmə işiğin yanında manevr qaydası edir. Cərgəni sola dəyiş. Sola baxmadım. Gözcəyə baxmadım. Bu zolaq. Sürəti azaltmalısan. Getdik. Biraz gecikdim. Yox, problem deyil. Amma görürəm, reaksiyan pis deyil. Ümumiyyətlə, öyrənməkdə tələbənin canında da biraz olmalıdır. Başa düşürsən. Bir də görsən ki... Tək vərdişlə yaranmır da. Mən, baxın, sağ velosiped yoludur, sol tərəf maşın yoludur. Mən burada sola baxıram. Sağa baxmamam səhv deyil. Belə deyək də, bu belə bir anlayış var ki, ümumiyyətlə maşını mən avtomobili idarə edəndə həmişə gözə tormuz işığı yanıb. Amma sən hələ qazın üstündəsən. Düzdür. Mən tormuz eləməyin, azaltmanın sürətin mənim xoşuma gəlir. Sən maşın sürməyi öyrənəcəksən. İnşallah. Yatır, ham 99% yatır. Gəlir çatanda ayılır ki, ayda mən də orada sürət almalıydım. Burada alanda ki, hamın başı gedir patlayırsan. Yan güclərə baxma, necə deyim, elə bir oturmuşsan, kinoya baxırsan televizorda. Arada bir belə göz verib saata da baxsan neçədir. Başa düşdüm. Zillənib qalmıram, amma nəzarətdə saxlayıram. Nəzarət kimi, ona arada bir sağa sola baxırsan. Bir saat kimi. Taxılıb qalmaq olmaz. Onluq sən taxılıb qalmaq işin buradır. Əsası. Bir də görürsən ki, sol zolaqda getmək lazım olur. Sol zolaqda gedirsə, amma yavaş sürətdə gedirsən. Arkada gələn nəqliyyatlar gəlir, yığılır sənin arxana. Narahat olurlar. Biri siqnal verir, biri marqat eləyir ki, yəni çıx sağa da biz gedək. Sol sürət yolu da elə bir. O düşüncə ilə fikirləşir. Amma onu sən düşüb yerdən ona deməli deyirsən ki, abala məndən nə istəyirsən? Mən soldan sola geriyə dönəcəm. Ona görə solu tutmuşam. Belə üz aşağılarda ayağı tormuz üstündə zaten elə belə dursun. Sürəti azaldırsan. Azaldırsan. Bax, belə yumuşaq dayanırsan. Çoxsu dayanır dalda, sonra verir qabağa, xoşuna gəlmədi. Müəllim, yaxşıdır, deyirəm metrəyə götür, düzgün döşkünü. Belə şey yoxdur, olmalı. İkinci zərgədə dayanır. Ay, sağ ol. Xətti bir balada tapdalamaq problem deyil. Qarşıdan gələn nəqliyyatın yoluna zaten çıxmadınsan. İndidən qorxma, bu belə ara məsafəsində indidən bu belə sürəti azaltma. Başa düşdüm. Bu da çıxar. Yox, qorxma, sür. Yaxşıdan amma biraz azaltsam reaksiyan var, amma çox məsafə var. Diqqətli ol. Reaksiya pis deyil. Xəyal, o yol ver nişanı niyə qoyublar ki orada? İndi qüvvədə deyil, niyə?
Svetofor işləyir ona görə. Görsən. Amma bayaqki o romb olsaydı sarı, biz yolumuza davam eləyəcəkdik. Ha, bu nişanlar o tərəfdə Onlar bizə yol verəcəkdi. Bəli, düz deyirsən. Yerləri belə də ola bilər, belə də. Nə qoyublar odur da, indi baş yol onu sayılır. Getdi. Xoşuma gəlir. Reaksiyan yaxşıdır. Ya, bırak. Bax, zebranı görsən bunu deyəcəkdim sən. Görsən cip dayanıb burada, sağda. Zebranın başlanğıcında istəyir solda, istəyir sağda sür. Maşın dayana bilməz. Hündür maşın dayana bilər, yük avtomobili dayana bilər. Sən zebranın başlanğıcını görməyə bilərsən. Amma yəni elə olanda ehtiyat elə ki. Yaxşı, tənzimləyirsən. Deməli yazır ki, sürücü elə bir sürət həddi və ara məsafəsini seçməlidir ki, onun qarşısında dayanan avtomobil qəflətən dayananda avtomobilini dayandıra bilsin. Bu BD mənim qabağıma keçir də, amma işıq yandırmır. O yaxşıdır, çox şey görəcəksən. İndi zolağı dəyişəcəyik bir alar, sübət eləmədim. Sağa yandır, öz zolağında get. Öz zolağında gedə-gedə baxırdı. Yox. Bilməniz. Mən nə demək istəyirəm, fikrimi izah eləyə bilmədim. Yəni zolağında gedə-gedə dönmə işini yandıran kimi naqadı sağa çıxmışsan. Çıxdınsa, sən baxmadın da. Bu laf təhlükədir. Yəni öz zolağında gedə-gedə dönmə işini sağa yandırırsan ki, zolağı dəyişəcəm. Gedə-gedə hələ dəyişmədən baxırsan, əmin olursa sonra zolağı dəyişirsən. Döndərsən yavaş-yavaş yığ sükanıyla sağa və qaytar geri vaxtında, əla. Vaxtında qaytarmadınsa, ayağın qazda ola-ola geriyə vaxtında qaytarmadınsa, onlar bir-birini kompensasiya eləmir. Artıq ya sola çıxacaqsa, ya sağa. İki dənə avtomobil yan-yana durubsa, ikisi də sağa dönürsə, əgər icazə verirsə zola. İkisi də sağa dönürsə, deməli iki dənə zolaqdır da. Sən bu zolaqdan döndüyü maşın eyni zamanda dönürsənsə, onun zolağına çıxsın, ona baş verir. İkisi ilə bir paralel çıxır, öz yolu ilə gedir. Tövsiyəm nədir? Mən demirəm kitabda nədir. Üç zolaqlı yolda çalış həmişə orta zolaqda git. Sol çünki sürətdir. Sürət getsin. Sağ zolaq. Nur çörəyə gətirən, nə bilim, moykadan daldala çıxan, nə bilim, bütün problemlər hamısı sağda. Parkovkada bir balaca düzgün saxlamayanlar. Bəs deyəcəksən ki, müəllim, mən orta zolaqdan sağa dönəcəmsə, nə etməliyəm? Sən dönəcəyin yola yaxınlaşanda qırıq-qırıq xəttdən orta zolaqda keçirsən sağ zolağa. Ondan sonra sağa dönməyi icra edirsən. Qoy geçsin maşın. Sağa yığırsan. O qədər də qayıt. Əla. Mənə bu lazımdır. Belə binaların arasından, ara küçələrdən qəflətən çıxanlar olur. Məsələn, maşın çıxır, uşaq çıxır. Eyb yoxdur. Elə qəflətən çıxırsa, vurmayacaqsan ki sən onu. Yaşıl ışığın yanmağına baxmayaraq, bu tormuzun üstündə olsun. Elə saxlamışam. Sola biləcək. Əla. Sürətlə, 30-la, 40-la gəlib, avtomobil dalına çatıb. Niyə həyəcanla mən maşını saxlamalıyam? Təmkinlə sür. Bu qırmızı haşiyəli, dön deyəcəm. Görsən, çox genindən götürürsən. Bu boyda buna bax, sağından kamaz gedər. Nə boyda yeri var? Səkə yaxın getdi. Sən qarşıdan gələn nəqliyyat gəlsəydi, sən ona qorxulursan. Getdi, gecikmir. Düşünürsən. Düşünməyə ehtiyac yoxdur. Arxadakı bezdirdin sən. Sağda gör, özüm demədim. Bilirdim elə eləyəcəksən. Özüm demədim. Dedim, görüm, bəlkə yığasan sükanı sağa verir. Təəssüflənməyə, görəm təəssüflənirsə, sən indi ciddi bir qayda postulundan nə görə qalarsan. O öyrənirsən sən elə, narahat olmur. Dönmə işığın yanında zolağı sağa dəyiş. Çox əla elədin, belə səbirlə elədin ha. Risk heç nə eləmədin. Mən xoşuma gəldi. Belə qoy yana-yana da qalsın. İndi mən bu piyadaları gözləməliyəm. Bəli, kedman arxasında dayanırsan, növbəllik yaranır. Bu yola mane olmuram, çünki sağ yol ancaq sağa dönmədir. Bəli, o bilir də, görür ki, sən yol verirsən. Yol boşalır. Bəziləri siqnal verir o zolağa, düzdür? Biz avtobus zolağına girməyə icazə verilib qabağına. Amma avtobusa güz yandırsan, qırıq-qırıq xətti görürsən, baxırsan, avtobus yoxdur. Buradan girə bilərəm. Girsən bura, avtobusa buraxmaq şərti ilə. Və buradan da sağa dönürsən. Vaxtında qaytar, məndə o belə olur. Dedim sənə, bu dərsi keçdi. Vaxtında geri qaytar, əldən iti orucuna. Bilirsən də o dayanmaq qadağandır nişanında. Orada saxlamaq olmaz. Qəti qadağandır. Sağa. Qəşəng, o qədər də geri qaytardım. Süper. Yaxşı. Bir balaca nəsə hiss elədin, cüzü idi. Səni bura niyə qaytardım? Mən harada tələbə səhv eləyib, bir də qaytarıram ora. Bu üç yola çıxır. Deyirəm, onun beynin doyuzduram ki, yəni səhv eləmişdim. Onu düzəlt.
Canı döndərib, fikrə getmə yenə. Az qalmışsa dostuma zəng eləyəsən ki, gedim. Çox şey var ya, mən öz şəxsi praktikamdan öyrənməsi şeylər var. Bana kitabda yox. Hə, kitabda olmayan o qədər şey var. Hamı kitabdakı kimi sürmür axı. Yox, heç var sürənlər, demirəm. Bakıda elə sərdə səhmanla sürənlər var ki. Yoxsa çoxluq qabaqda saxlayıram. Bunun arkasına gir arkasına. Yığ sağa sükanı. Yığ. İndi xala gedib düşsün, gedirim. Rahat düşsün, hə. Bu sumkasını da götürsün, yeməyin zadı. Bu yaşda işləyirsə onu halal desin. Mən qan elədim. İndi görə nə edəcəksən? Parkovka oradan başlamışdı. Qaytardım ora. Məlik. Aysa. Qoy qalıb. Kəmər. Mən indi tormuzdan, əl tormuzundan istifadə eləmədim. Bundan. Yəni naqruskada qalmır korobka. Hə. Yüklü qalmır. O saxlayır. Mən hazırda yüklü saxlayıram. Bu indi yüklü mən saymıram bunu. Çünki biz düzdə almışıq, elə bir problem yox. Bir də görərsən yüzdə şaha maşın saxlayarsan. Onda mən mütləq açmalıyam. Bəli, Usnoy birinci eləyirsən. Ya neytralda, ya elə deydi ola. Maşını ki, o sıxdı saxladı təkərlərini. Ondan sonra parkovkaya atırsan. Avtomobil ondan asılı qalır, korobkadan yox. Çünki korobkanı sonra dəyişəndə, onsuz saxlayanda dağla keçir. Başa düşdüm. Abi ona görə. Bugünkü dərsimizdə məndən narazılığınız varsa.